Səhər dərsdə idim, indi isə balda. Gəlin başdan başlayaq. Herkese selam. YouTube kanalıma hoş geldiniz. Ben Sara, şəxsi inkişafla Türkler demiş kafayı bozmuş birisiyəm ve bugünə həmçinin diksiya kursum var. Qərarı aldım ki, bugünümü niyə sizinlə bərabər paylaşmayayım. Diksiya kursu nədir? Diksiya kursuna niyə getməliyik? Həmçinin də dərs prosesi barəsində sizi tanış eləmək istəyirəm. Diksiya kursu nitqimizdə olan qüsurları düzəltmək üçün təşkil olunmuş bir kurs. Bura, məsələn, danışıq zamanı parazit səslərdən istifadə olunması, a, ı kimi ifadələr, həmçinin kütlə qarşısında çıxış edən zaman daha özgüvənli durmaq, həyəcanlanmamaq, nitqimizdə daha çox Azərbaycan sözlərinə yer vermək, C, Ç hərflərinin düzgün tələffüz olunması və sair kimi problemlər aiddir. Bəs mən niyə bu kursa getməyə qərarı aldım? Belə ki, mənim breket müalicəsindən sonra ağzımda ağız tənbəlliyi yaranmışdı. Yəni danışan zaman ağzımı çox az tərpədirdim. Həmçinin kütlə qarşısına çıxış eləyən zaman çox həyəcanlanırdım. Yəni bir sözlə sosial anksiyetam tuturdu. Və mən qərarı aldım ki, bunları aşmaq üçün kursa getməliyəm. Dərslərimiz həqiqətən çox maraqlı keçir və hər dərsə biz çıxış hazırlayaraq gedirik. Bugünə də çox maraqlı bir mövzu seçmişik və həmin dərs prosesi ilə də sizə tanış eləyəcəm. Look'un bu ayaqqabılarını tamamlayacağım. Çantam isə budur. Çox şirin. Mən artıq hazıram. Saçımı belə elədim. Look'um da bu formadadır və birazdan yola çıxıram. Nəhayət gəldim. Mən biraz tez gəlmişəm sadəcə. Ona görə heç kəs yoxdur hələ. Burada müəllimimiz hekayələri intonasiyalı daha gözəl necə səsləndirə bilərik, onu izah eləyir. Bu arada bu çox maraqlı hekayə idi. Duanın gücü ilə bağlı, bilmirəm eşitmişsiniz yoxsa yox. Burada isə Qaynana filmindəki qaynana ilə gəlin arasında qızğın bir mübahisə gedir. Dərsim bitdi. Bizim dərsimiz bugün daha çox vurğu, obrazlı intonasiya və pauza üzərinə idi. İndi isə maskalı baloya hazırlaşmağa gedirəm. Tada, mən hazır. İndi isə maskalı baloya gedirik. Bu arada makyajımı, saçımı özüm eləmişəm. Bu isə geyimimdir. Bizi çox gözəl musiqi sədaları altında qarşıladılar. Gələn qonaqlar o qədər gözəl hazırlaşmışdılar ki, bu gördüyünüz xanım isə günün Queen Charlotte idi. Bir detal o qədər gözəl hazırlanmışdı ki, yəni özümü sadəcə sanki canlı formada bir film izləyirmiş kimi hiss eləyirdim. Səhər dərsdə idim, indi isə balda. Bu gördüyünüz xanım isə tədbirə ev sahibliyi eləyirdi və hər bir detalın hazırlanmasında özü yaxından iştirak eləmişdi. Hər şey o qədər gözəl və estetik görsənirdi ki, özü də çox gözəl görsənmirmi sizcə də? Burada isə gələn qonaqlardan ibarət çox maraqlı səhnəcik qurulmuşdu və 19-cu əsrə məxsus yazıçıların əsərləri canlandırılırdı, şeirlər səslənirdi, musiqilər oxunurdu. Çox gözəl idi hər şey. Hər zaman keçmiş dönəmin kitablarını oxuyanda, filmlərini izləyəndə həmin dövrdə yaşamaq istəyirdim və indi hal-hazırda sanki həmin içindəyəm. Gəldiyi gecənin ən möhtəşəm rəqsinə. Rəqqaslar öz rəqs performansını göstərəndən sonra qonaqlar dedi ki, biz niyə rəqs eləməyək ki və burada da onlar başladılar vals rəqsini izah eləməyə. Bunu da içirəm sizin sağlığınıza. Şərəfə. Mən bu qadına aşiq oldum. Hər birimizə bu yaşda belə həyat dolu olmaq arzu edirəm.
Xanımlardan o qədər gözəl komplimentlər aldım ki, burada biraz nazlanıram. Gecənin sonuna doğru isə səsli sinema oynamağa başladıq və daha çox da 19-cu əsrə məxsus olan sözlərdən istifadə olunurdu. Ona görə tapmaq biraz çətin idi. Hər gözəl şeyin sonu olduğu kimi bu gecənin sonuna gəldik. Çox yorulmuşam. Bugünlük bu qədər. Ümid edirəm ki, bəyənərsiniz. Hələlik.